Prezident İlham Əliyev mayın 21-də BMT Baş katibinin müavini Amina Mohammədi qəbul edib. Dövlətimizin başçısı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının keçirilməsi ilə bağlı göstərdiyi dəstəyə görə BMT rəhbərliyinə minnətdarlığını bildirdi. Tədbirin uğurlu olması üçün Azərbaycan hökumətinin və BMT-nin məskunlaşma proqramının bir komanda kimi fəaliyyət göstərdiyini dedi. WUF 13-ün COP29-dan sonra iştirakçı sayına görə ölkəmizdə keçirilən ikinci mühüm qlobal tədbir olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev COP29 kimi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının da uğurla təşkil edildiyini vurğuladı. Dövlətimizin başçısı Azərbaycanın BMT-nin məskunlaşma proqramı ilə səmərəli əməkdaşlıq həyata keçirdiyini deyərək, ölkəmizin gələcəkdə də bu proqramla tərəfdaşlığını davam etdirəcəyini və Ümumdünya Şəhərsalma Forumunun digər sessiyalarının işində də fəal olacağını bildirdi. Amina Mohamməd BMT-nin baş katibi Antonio Guterresin salamlarını dövlətimizin başçısına çatdırdı. Salamlara görə minnətdarlığını bildirən Prezident İlham Əliyev onun da salamlarını Antonio Guterresə çatdırmağı xahiş etdi. WUF 13-ün uğurla keçdiyini deyən Amina Mohamməd bununla bağlı dövlətimizin başçısını təbrik etdi. O, bu tədbirdə dünyanın müxtəlif ölkələrindən çox sayda yüksək səviyyəli qonağın iştirak etməsinin dərin təəssürat hissi yaratdığını bildirdi. Amina Mohamməd Bakıda müasir şəhərsalma qaydaları tətbiq olunmaqla tarixi irslə müasirliyin vəhdətinin təmin edildiyini məmnunluqla vurğuladı və bildirdi ki, bu paytaxtımıza xüsusi gözəllik verir. Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində postmünaqişə şəraitində həyata keçirdiyi bərpa və quruculuq işlərinin postmünaqişə vəziyyətindəki regionlar üçün bir nümunə olduğu bildirildi və bu xüsusda ölkəmizin təcrübəsinin BMT çərçivəsində digər ölkələrlə bölüşməsinin faydalı olacağı vurğulandı. Azərbaycanın asan xidmət modelinin BMT-nin dövlət xidmətləri mükafatına, həmçinin BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görüldüyü xatırlandı. Asan xidmətin uğurlu təcrübə kimi Afrika və Asiyanın müxtəlif ölkələrində tətbiq olunduğu qeyd edildi. Söhbət zamanı Azərbaycanla BMT arasında uzun illərdir uğurlu əməkdaşlığın həyata keçirildiyi və ölkəmizin bu təşkilatın fəal üzvü olduğu, onun proqram və tədbirlərinin icrasına mühüm töhfələr verdiyi vurğulandı. İndiyədək BMT-nin müxtəlif mövzulara aid beynəlxalq tədbirlərinin Azərbaycanda yüksək səviyyədə təşkil olunması məmnunluqla xatırlandı.